İndi isə danışaq İngiltərə tarixinin 11-ci 15-ci əsrlərindən. Deməli, 5-ci əsrdən etibarən Alman mənşəli Anglo-Saks tayfaları İngiltərənin bir qismini işğal edir və burada 7 dənə özlərinə krallıq yaradırlar. Bu krallıqlardan biri də 9-cu əsrdən etibarən İngiltərə adlanmağa başlayır və burada yeni bir İngilis krallığı meydana gəlməyə başlayır və İngiltərədə dövlət anlayışı nə zamandan başlayır? Az öncə biz Fransadan da dövlət anlayışından danışanda Norman işğalından danışmışdıq. İndi isə yenə Norman işğalından danışırıq. 1066-cı ildə Normandiya hersoqu Wilhelm Hastings döyüşündə ingilisləri məğlub edir və İngiltərədə hakimiyyəti ələ alır. Qeyd etdiyimiz kimi Normanlar Vikinglərin bir qoludur və bununla da Wilhelm İngiltərədə hakimiyyətə gəlir. Wilhelm özünü kral elan edir və bundan sonra ölkədə islahatlar həyata keçirməyə başlayır. Wilhelmin dövründə bütün torpaqlar kralın mülkü elan edilir. Onun yanında çalışmaq istəyən şəxslər Wilhelmə sədaqət andı içməlidirlər. Wilhelmin dövründə əhali və onun əmlakı siyahıya alınır. Hansı ki, bu Roma imperiyasının süqutundan sonra Avropada ilk siyahıya alma idi. Onun dövründə demək olar ki, kəndlərin əksəriyyəti təhkimli vəziyyətə salınır. Ümumiyyətcə, Wilhelm dövrünü biz belə bir egoist dövr kimi xarakterizə edə bilərik. Çünki o əsas istəyirdi ki, özünə qarşı sədaqət andı içilsin, hakimiyyəti möhkəmlənsin və s. Wilhelmdən sonra biz danışacağıq sizinlə 2-ci Henrixdən. İkinci Henrix isə islahatlar keçirəcək. Onun islahatları əsasən 3 qrupa bölünür. Hansılardır? Məhkəmədir, hərbidir, kilsə islahatı keçirir. Məhkəmə islahatına görə hər bir əhali müəyyən ödənc ödəyərək kral məhkəməsində iştirak edə bilərdi. Bunun üçün ödənc ödəməli idi. Hərbi islahata görə burada qalxan pulu vergisi tətbiq olunmağa başladı. Qalxan pul vergisi nədir? Məsələn, hərbi xidmətə getmək istəməyənlər müəyyən bir ödənc ödəyirdilər və hərbi xidmətə getmirdilər. O ödənc sayəsində isə muzlu bir adam gətirilirdi onun yerinə, qoşun gətirilirdi və muzlu qoşunun xərclərinə sərf olunurdu bu pullar. Kilsə islahatında isə o istəyirdi ki, kilsənin üzərində kralın nəzarətini gücləndirsin. Bu isə onun kilsə islahatını tam şəkildə həyata keçirilə bilməməsinə gətirib çıxarmışdı. Bu isə bizim Henrixin islahatları olacaq. Henrix islahatlarından sonra ölkədə İngiltərə ilə Fransa arasında olan müharibədən əhali artıq kraldan narazılıq edirdi. Belə bir vaxtda kralla papa arasında da münaqişə qalxır və bu münaqişədə kral yerli əyanların narazılığına səbəb olmamaq üçün papanın hakimiyyətini qəbul edir. Papanın hakimiyyətini qəbul edir. Bəs yerli əyanları tam şəkildə necə razı salmalıdır? Ona görə də İngiltərə tarixində 1215-ci ildə Azadlıqlar Xartiyası qəbul olur. Azadlıq Xartiyası bir növ belə desək ki, yuxarı zümrənin mənafeyini müdafiə edirdi, feodalların mənafeyini müdafiə edirdi, aşağı feodalların və yaxud da belə desək bizim başa düşəcəyimiz dərzdə kasıbların heç birinin hüquqlarını müdafiə etmirdi. Bundan sonra İngiltərə tarixində 1265-ci ildə ilk dəfə parlament yaranacaq. Parlament qanunverici orqandır və ilk dəfə dünya tarixində məhz elə İngiltərədə yaranır parlament. Artıq parlamentin özünün də vergi qoyma hüququ vardı. Bundan əlavə İngiltərədə də eyni Fransa kimi kəndli üsyanı olacaq. İndi biz lövhəmizi təmizləyək və keçək həmin o kəndli üsyanına. İngiltərədə də eyni Fransa kimi kəndli üsyanı olmuşdu. Hansı ki, bu üsyan isə burada 1381-ci ildə o Taylerin başçılığı altında baş vermişdi. O Tayler üsyanı da səbəbləri həmçinin vergilərin çoxluğu, özbaşınalıq və s. idi ki, xalqa qarşı olan istismara qarşı qalxmışdı o Tayler üsyanı. Eyni Jaklar üsyanla talehi eyni formada yaşayırlar. Hansı ki, bu da hiylə yolu ilə yatırılır və nəticədə isə vergilər bir müddətlik bir qədər azaldılır. Artıq qarı ölüm epidemiyası və s. də Tayler üsyanına təsirlərin əsas səbəblərdən biri idi. Bundan əlavə ölkədə kiçik bir sülalə davası mı deyək, vətəndaş müharibəsi mi deyək, baş verir. Hansı ki, biz buna Al-Qızılgül, Ağ-Qızılgül müharibələri deyirik. 1455-1485-ci illərdə baş verəcək. Hansı ki, mənbələrdə onların bayraqlarının üzərində olan şəkillərə görə Ağ və Al-Qızılgül sülalələri adlandırdıqlarını qeyd edirlər və müharibədə Al-Qızılgüllər qalib gələrək 1485-ci ildə hakimiyyətə Tudorlar sülaləsini gətirirlər. Tudorlar sülaləsi 1485-ci ildən 1603-cü ilə qədər, hansı ki, Stuartların hakimiyyətə gəlməsinə qədər hakimiyyətə qalacaqlar. Tudorlar sülaləsinin ən görkəmli və sonuncu nümayəndəsi Yelizabet olur.
Yelizaveta proteksionist siyasət yeridir. Yəni əsasən xarici idxalın, xarici xammalın artırılmasına öz üstünlüyünü verir və Yelizaveta o dövrdə dəniz ağalığında üstünlüyü ələ keçirmək istəyirdi. Buna görə də Yelizaveta İspaniya ilə vuruşacaq. Çünki bu dövrdə, yəni 16-cı əsrdə dünya ticarətində, dənizçilikdə, gəmiçilikdə, donanmada əsas yer İspaniyadaydı və İspaniyanın ordusu dövrdə məğlub edilməz armada adlanırdı. Yelizaveta İspaniyanın məğlub edilməz armadasını 1588-ci ildə La Manche döyüşündə İspaniyanın məğlub edilməz armadasını məğlub edəcək və bununla da İngiltərə dəniz ticarətində əsas üstün mövqeyə keçəcək. Yelizaveta ömrü boyu evlənmədiyinə görə onun vəliəhdi olmur. Məsələn, Yelizavetanın ölümündən sonra da Tudorlar sülaləsi süqut edir və onların yerinə Stuartlar sülaləsi gəlir. Belə. Bu da bizim İngiltərəmiz. Sağ olun, salamat qalın.